açıb canlını, məsələn, xanımdır, hələ bəziləri var başında hicab oturub. Gecə saat 3-dür, bu oturub orada. Buna yazırlar, sən hicablı oturmuşsan burada naməhrəmlər danışırsan, biri zarafatlaşır, biri nə bilim neyniyir. Sən burada neynirsən? Baxın, o günaha don geyindirmək dedimi? Deyir, mən bəyəm bayıra çıxmıram, bayırda mənə naməhrəmlər görmür. Mən çölə çıxanda da mənə naməhrəm görür də. Ümumiyyətlə, sən burada neynirsən ki? Başlayır qarşı tərəfi neynəməyə, ittiham eləməyə. Yəni, sən hicablı, sənin nə işin var? Bəziləri girib, nə bilim, kimisi Quran ayəsi qoyub, oturub oradan naməhrəmlər yazır aldı. Kimisi, nə bilim, mərisiyə qoyub, oturub. İndi bu öz aləmində fikirləşir ki, mən bu şeyləri, mən yox, əzizim, təbliğatın öz yeri var, öz qaydası var. Şəriət buna icazə vermir. Sən otur burada, naməhrəmlərlə neynə, zarafatdaş, yazsınlar sənə, filan eləsinlər. Olmaz əzizim, haramdır bu. İstəyirsən qəbul elə, istəyirsən dünəndən qəbul eləmə, özün bilərsən. Fakt budur. Yəni, mənim deməməyimlə Allahın hökmü dəyişmir. Sənin dəyişdirməklə də, don geyindirməyinlə də nədir? Allahın hökmü dəyişmir.